şəxsə görə növləri. Ümumiyyətlə, sintaksis bölməsindəki şəxs anlayışı da morfologiya bölməsindəki şəxs anlayışı fərqli anlayışlardır. Birinci bunu deyək. Morfologiya bölməsində şəxs deyəndə insan nəzərdə tutulur. Amma sintaksis bölməsində şəxs deyəndə mübtəda nəzərdə tutulur. Yəni, sadə cümlə şəxsə görə, yəni mübtədanın olub-olmamasına görə növlərindən danışacağıq. Sadə cümlə şəxsə görə hansı növləri var? Xatırlayaq. Müəyyən şəxsli, qeyri-müəyyən şəxsli, ümumi şəxsli, şəxssiz və adlı cümlə. Bugünkü birinci başlayırıq daha doğrusu müəyyən şəxssiz cümlə ilə. Müəyyən şəxssiz cümlə nədir? Adından da göründüyü kimi şəxs müəyyəndir. Yəni, mübtədası bəllidir. Hərəkət və ya hökm konkret bir mübtədaya məxsusdur. Misal üçün deyirəm, mən gedirəm. Gedirəm xəbər, kim, mən, mübtədam, düzdürmü? Ola bilər ki, bu olmaya da bilər. Cümləm ola bilər, gedirəmdən ibarət ola bilər. Mübtədamı neyirəm? Xəbərə əsasən bərpa edirəm. Mən gedirəm. Gördünüzmü? Yəni, mübtəda olmayanda xəbərə əsasən bərpa edə bilirik. Və bərpası nə şəklində olur? Mən, sən, o, biz, siz şəklində olur. Onlar şəklində bərpa edə bilmərik. Onları cümlədə görsək biz ona müəyyən şəxsli deyəcəyik. Misal üçün deyirəm ki, onlar gəldilər. Nə etdilər? Gəldilər. Kim? Onlar. Bu müəyyən şəxslər. Amma bunun bərpası mümkün deyil. Növbəti cümlədə onu izah edəcəyim. Dağa çıxanda hava qaraldı. Qaraldı xəbər, nə qaraldı hava, nə zaman dağa çıxanda. Və görürsünüz, burada mübtəda məndir, burada da havadır. Bayaqlar dedik ya, mübtəda anlayışı sintaksis bölməsində şəxs anlayışı deyil. Bax, burada şəxsdə, amma burada şəxsdən söhbət getmir. Ona görə mübtəda anlayışına biz şəxsə görə növlərini deyəndə mübtədanı insan götürmürük. Daha sonra gəlirəm qeyri-müəyyən şəxsiz cümlə. Qeyri-müəyyən şəxsiz cümlədə isə hərəkət və ya hökm ümumi şəxsə bir qrup insana məxsus olur və xəbər üçüncü şəxsin cəmində olur. Misal üçün deyirəm, bizə gəldilər. Daha çox mübtədamı onlar şəklində bərpa edirəm. Əgər onlar şəklində alınmasa, bir qrup insan tərəfindən işi icra eləmiş düşünürük. Onlar bizə gəldilər. Və bayaqlar dediyi ki, müəyyən şəxsi cümlədə, misal üçün, bax, bu cümləni yazaq. Onlar bizə gəldilər. Haraya bizə, kim onlar? Gəldilər xəbər, haraya bizə, kim onlar? Bax, birinci cümləm qeyri-müəyyən şəxsi cümlədir. Çünki xəyalımda onları bərpa eləmişəm. Amma ikinci cümlə müəyyən şəxsi cümlədir. Çünki gözümün önündədir mübtəda. Ona görə biz buna deyəcəyik ki, bu cümlə mübtədası varsa, fərq eləmir, onlardır, nə şəklində fərq eləmir. Bu müəyyən şəxsi gedir. Sonra gəlir ümumi şəxsi cümlə. Ümumi şəxsi cümlə uşaqların daha çox qarışdırdığı mövzudur. Ümumi şəxsi cümlənin xəbəri ikinci şəxsin təki və üçün cəmində olur. Xatırlayaq, ikinci şəxsin təkində hansı cümlələr olurdu? Müəyyən şəxsi cümlə, bir də ki, ümumi şəxsi cümlə. Üçüncü şəxsin cəmində müəyyən şəxsi cümlə, qeyri-müəyyən şəxsi cümlə və ümumi şəxsi cümlə. Deməli, biz bunları qarışdıra bilərik. Biz qarışdırmamaq üçün nə edəcəyik? Qarışdırmamaq üçün birinci sintaktik təhlil edirik. Misal üçün deyirəm, sən bizə gələndə kitaba baxarsan. Düzdürmü? Yaxud da deyirəm,
Sən dağa çıxanda ətrafı görürsən. Bir də deyirəm, dağa çıxanda ətrafı görürsən. Düzdürmü? Təhlil edirik. Baxarsan, nəyə baxarsan kitaba, nə zaman bizə gələndə sən baxarsan mübtəda. Sən dağa çıxanda ətrafı görürsən xəbər, haran görürsən ətrafı, nə zaman dağa çıxanda kim görür, sən görürsən. Görürsən xəbər, haran ətrafı, nə zaman dağa çıxanda. Bax, görürsünüzmü? İki dənə, bu müəyyən şəxsdir, bunu konkret bilirik. Çünki hərəkət və ya hökm konkret buna aiddir. Düzdürmü? Amma bu cümlədə, ikinci və üçüncü cümlədə biraz vəziyyət dəyişir. Necə dəyişir? Görürəm ki, sən dağa çıxanda ətrafı görürsən. Burada da hərəkət və ya hökm sanki ümumi anlayışa, ümumi insanlara aiddir. Çünki dağa çıxanda hər kəs görür. Amma baxıram ki, bunun mübtədası mənə verilib. Verilibsə, mən bunu birbaşa müəyyən şəxsi götürəcəm. Daha baxmayacam mübtəda ümumi hər kəsə aiddir, anlayış daha doğrusu hər kəsə aiddir, yoxsa yox. Amma bura baxın, dağa çıxanda ətrafı görürsən. Burada xəyalımda artıq səni gətirirəm. Xəyalımda sən və onlar anlayışını işlədəndə çox diqqətli olmalıyam. Çünki sən həm müəyyən şəxsi cümlədə ola bilər, həm də ümumi şəxsi cümlədə ola bilər. Baxın, səni bərpa edirəm, düzdür. Sən, mübtədam səndir. Amma baxıram, dağa çıxanda ətrafı görürsən. Sən yox, hamı görür. Deməli, bu da olur ümumi şəxsi cümlə. Gördünüzmü? Yəni, birinci edəcəyimiz iş cümlə üzvlərinə bölməkdir. Və yaxud da məşhur bir nümunə deyim. Bu testlərə çox düşür. İki dölər, adı qalır. Deməli, iki dölər, adı qalır. Qalar xəbər, nə qalar, adı qalar. Ölər xəbər, kim ölər, igid. Düzdürmü? Kitablarda belə deyilir ki, ən çox atalar sözləri, bəli, ən çox atalar sözləri ümumi şəxsi cümlə olur. Amma bütün atalar sözlərini görəndə biz birbaşa gedib onu ümumi şəxsi cümlə götürə bilmərik. Birinci sintaktik təhlil etməliyik. Baxın, igid ölər, adı qalar. Atalar sözü olmasına baxmayaraq bunların mübtədası var. Deməli, mən buna ümumi şəxsi cümlə deyə bilmərəm. Bu müəyyən şəxsi cümlədir. Bu da bizim ümumi və qeyri-müəyyən şəxsi cümlə. Bir də müəyyən şəxsi cümlə. Bunları zahirlədik, qaldığı yerdə nə? Şəxsiz cümlə. Şəxsiz cümlə. Şəxsiz cümlə adətən çox abituriyentə çətin gəlir. Elə bilir ki, yəni biraz düzü qarşılığı var. Elə bilirlər ki, yəni tapmaqda çətindir. Amma mən deyirdim, ən rahat cümlə şəxsiz cümlədir. Çünki sintaktik təhlil edirik. Misal üçün deyirəm, darıxdığımdan burnumun ucu göynəyir. Birinci nə edirik biz? Xəbər tapırıq. Xəbər tapmaq üçün də, yəni xəbəri əgər düz tapırıqsa, deməli təhlilimiz düz gedəcək. Amma xəbəri səhv tapırıqsa, təhlildə, yəni onu təhlil eləmək heç səyməz. Onun üçün geniş aspektə baxıram. Darıxdığımdan burnumun ucu göynəyir. Əgər burada soyuqdan olsaydı, bəli, ayrı-ayrı təhlil eləyəcəkdim. Amma görürüm ki, darıxmaq, məcazlı var burada. Deməli, burnumun ucu göynəyir, bütöv xəbər. Nə səbəbə göynəyir? Darıxdığım üçün. Təhlil elədim, düzdürmü? Baxın, mübtəda yoxdur. Mübtəda yoxdursa, indi mən gətirirəm bura mən, sən, o, biz, siz, bunlardan birini atıram. O, onları atıram. Bunlardan birini bərpa eləyə bilirəm. Mən, sən, o, biz, siz, o. Bərpa eləyə bilirəmmi?
Heç birisi bərpa olmur. Bayaqlar şagirdimin biri dedi ki, müəllim, məni ata bilirəm axı bura. Bəli, məni tutaq ki, atdım. Mən darıxdığımdan burnumun ucu göynəyir, düzdür? Mən burnumun ucu göynəyir deyə bilirəm, deyə bilmirəm. Onun üçün bu da bunun tərkibinə, fe'li sifətin tərkibinə daxildir. Deməli, görürsünüz, heç bir məqamda mübtədanı bərpa eləyə bilmədim. Demək, bu cümlə bərpa olunması mümkün olmayan cümlə nə deyirik? Şəxsiz cümlə. Yəni, bu qədər rahatdır. Şəxsiz cümlənin heç bir problem yoxdur. Adlıq cümləndə izah edək. Adlıq cümlə nədir? Adlıq cümlədə xəbəri olmayan, ümumiyyətlə, sadə cümlənin şəxsə görə növləri, mübtəda və xəbər, bir də hər hissə əsasında formalaşanlar var. Adlıq cümlə sırf xəbər əsasında, mübtəda əsasında, üzr istəyirəm, mübtəda əsasında formalaşır. Misal üçün, ən çox remarkalarda bədili yaratma məqsədi ilə istifadə olunur. Tutaq ki, deyirəm, dağın zirvəsi. (1997-ci il) və s. Cıdır düzü və s. Burada 3 nöqtə də qoyula bilər, nöqtə də qoyula bilər. Budur, bax, xəbəri yoxdur və mübtəda əsasında formalaşır.